Yenə mən. Buyurun, buyurun. Hə, Birinci Rusiya-İran müharibəsi dövrünün əvvəli müharibəsi dövründə Şimali Azərbaycanda Ucalda üsyanlar. Ceyhun müəllim, burada demək ki, 2-4'tü. bəli, bəli, 2, bəli, A variantı 2 yox. Hə, 2-4, bəli, müəllim. Eləməli də o Demək, lazım idi. idarə yaradıldı. 2-4, bəli. A variantı. Yaxşı. Birinci Rusiya-İran müharibəsi dövründə fərqli olaraq ikinci Rusiya-İran müharibəsi dövründə Şimali Azərbaycanda. Açar cümlə budur. Açar söz budur. Və yaxud söz birləşməsi budur. Rusiya əleyhinə Borçalıda üsyanlar baş verdi. Bu birincidə də var, ikincidə də bir səhvdir. Bəli, Təbriz şəhərində müvəqqəti idarə, ümumiyyətlə birinci Rusiya-İran müharibəsi 1804-1813, ikinci 1826-1828-dir. Təbriz şəhərində müvəqqəti idarə yaradıldı. Düz deyirlər, 1827-dir. Amma mən istəmişəm ki, siz burada çaşasınız. Çünki Təbriz Şimali Azərbaycan deyil. Ona görə də ikinin də üstünə xətt çəkirik. Bu da getdi. 4-5 və yaxud 3-5. Üstə baxaq. Bəzi xanlar ləğv edilərək idarəçilik komandada tapşırıldı. Gözəl insanlar, yadda saxlayaq. Məndən də yaxşı bilirsə, sadəcə diqqətimizdən qaçır. İkinci Rus-Qacar müharibəsinin gedişində ləğv olunan xanlıq yoxdur. Lənkəran İkinci Rus-Qacar müharibəsindən əvvəldir. Naxçıvan-İrəvan İkinci Rus-Qacar müharibəsindən sonradır. Belə ki, İkinci Rus-Qacar müharibəsi Türkmənçay sülhündən bitib. 1828 10 fevral. Amma Naxçıvan-İrəvanın ləğvi isə 1828 21 martdır. Bir sözlə, İkinci Rus-Qacar müharibəsinin gedişində ləğv olunan xanlığımız yoxdur. Burada cavab 4, bəli, 1827 və Şimali Azərbaycan. 5, bəli, çünki Gəncəni Uğurlu Məhəmməd azad etdi. Cavad xanın oğlu. Vəssalam, 1826-da. Cavab 4-5-dir. Məncə aydın oldu. Belə.